İzahlı test 16-cı hissə 5-ci sinif ingilis dili. 7-ci sualı siz özünüz taparsınız cavabını. 8, 9, 10-cu sualı mən burada izah edirəm. Complete the sentence. Cümləni tamamlayın. My sister is a babysitter. She. Mənim bacım dayədir. O bir. Look after children. Uşaqların qayğısına qalır. Looks after children. Düzdür. Bir düzdür. Makes trouser. Şalvar düzəldir. 2 səhvdir. She works on the farm. Fermada işləyir. Bu da səhvdir. Çünki o dayədir. Likes children. Uşaqları xoşlayır. She likes children. O uşaqları xoşlayır. 1 ilə 4 düzdür. 2 ilə 3 səhvdir. 9-cu sual choose a correct variant. Düzgün variantı seçin. My father is 50 years old. Mənim atamın 50 yaşı var. My father is 16 years old. Mənim atamın 16 yaşı var. Bu da mənaya görə düz gəlmir. 2 səhvdir. My father is an engineer. Mənim atam mühəndisdir. Bu düzdür. My father is a pupil. Mənim atam şagirddir. Bu səhvdir. Cümlənin mənasına görə səhvdir. Deməli 1 ilə 3 düzdür, 2 ilə 4 səhvdir. 10-cu sual. Match the house. Deməli tərəfləri birləşdirin. Sualların cavabını bəndlərdə tapın. What is Mr. Brown? Mr. Brown nəçidir? Bura baxırıq. He is a doctor. O həkimdir. Və 1-də olacaq A bəndi. Who is she? O kimdir? She is Mary. O Mary'dir. 2-də C bəndi olacaq. How are you? Necəsən? Cavabında necə deyə bilərik? I am fine. 3-də də B bəndi doğrudur. Videonu bəyənib kanala abunə olmağı unutmayın.